Bura Qırqız dağlarıdır. Meydan deyilən yerdəyik. Gördüyünüz kimi Qırqız dağlarının baş hissələri tamamilə qayalıqlardan ibarətdir. Bax, bu dağların o biri hissələri isə Laçın ərazisinə düşür. Ətəklər tamamilə sıx və qalın meşəliklərdən ibarətdir. Təxminən dəniz səviyyəsindən 1700-2000 metr yüksəkliklərdə olan bu ərazilər olduqca möhtəşəm və görməli bir yerlərdir. Baxırsınız, sol hissələrə gəldikcə, aşağı hissələrə baxdıqca sıx və qalın meşələr görünməkdədir. Biraz sola dönürük. Sola dönəndə biz uzaqda demək Xocalı olan hissələri, əraziləri görürük. Təxminən bax, o hissələrdir. Deməli, bu ərazilərdə müşahidələr aparandan sonra o hissələrə getməyi planlaşdırırıq. Görək qarşı tərəflərdə o vadi olan hissədə nələr var. Görünən o hissələrdə, qayalıqlarda bezuar keçilərinin yaşadığı məlumdur. Aşağı hissələrə gəldikdə, bax, bu meşəlik ərazilərdə demək qarşımıza da çıxdığı olub. Cüyürlərin yaşadığını müşahidə eləmişik. Meşəlik ərazilər çoxdur. Demək, aşağı hissədə əsasən vələs təşkil edir, sonra qarışıq meşələr gəlir, Ağcaqayın və bu baş hissələrdə meydan düzünün lap yaxınlığında təxminən 1700 metr yüksəkliyə qədər olan ağız hissələrdə çoxlu sayda demək palıd ağacının olduğunu müşahidə edirik. Görürsünüz, bax, bunlar hamısı palıd ağaclarıdır. Baş hissələri görünür. Yaşı 100-dən də çoxdur. Demək olar ki, bax, bu qayalıq hissələrin başı ilə ağıza doğru getdikcə hər yerdə palıd ağacları müşahidə olunur. Bu hissədə isə tozluq, toz ağacı olduğu məlumatları var. Biz indi onu da zaman keçdikcə dəqiqləşdirəcəyik. Aşağı hissədə bax, o təpənin başında da biçənək olub vaxtilə. Eyni zamanda qeyd etmək istəyirəm ki, bax, bu demək meydan düzü başdan başa böyük nəhəng bir ovalıqdır, düzdür. Yəni indi biz yeni gəlmişik bu əraziyə. Ərazi çox genişdir, çox uzun-uzadı bir yerlərə malikdir. Meydan düzündən daha maraqlı və gözəl bir mənzərə. Buradan Murovdağ silsiləsini izləmək mümkündür. Bax, bu dumanlı yerlərdə başı qarlı dağlar görünür. O hissələr Murov dağlarıdır.